Birinci TV təqdim edir. Birincilər. Birincilərdə bu dəfə yol yoldaşım rejissor Ramin Hacıyevdir. Biz bunu veriliş başlayandan demək olar ki, hər dəfə çəkmək istəyirik. Heç cürə alınmır. Bu günə qismət oldu axır ki, xoş gəlmisən. Sağ ol, çox sağ ol, xoşdur. Baxırdım, deyirdim ki, dayanayım, mən nə vaxt bu verilişə gələcəm, nə vaxt bu verilişə gələcəm, nə vaxt dəvət edəcəm, çox sağ ol dəvət edəcəm. Xoşdur. Çoxdan istəyirdim, indi bu günə qismət oldu. Biraz işlə, güclə, nə bilim, səhhətlə zaten əlaqəli. Hamıdan nədir bizdə elə. Necə sən soruşmayacam, yaxşı deyilsən, nəsə səhhətində problem var, yenə ağrıyırsan. Günah özümdədir, mən onu çox yaxşı bilirəm. Mən bir ara reabilitasiya mərkəzinə getdim. Ars reabilitasiyasına da gəlmişdim orada. Hə, gəlmişdim. Söz vermişdim ki, mənim belim düzəltsinlər. Oynayacam, oynadım da. Rəqs eləyəcəm, hə. Demişdim oynayacam, hə, oynadım da. Sonra həkim dedi ki, hərəkətli olmalısan, idman hərəkətli. Çox vaxt tələb eləmə, xırda hərəkətləri eləməlisən. Allah ki, ərinirəm eləyəm. Stimulum yoxdur, marağım yoxdur. Marağım deməyim də, o maraq deyil. O alışqanlıq yoxdur. Gözdə parıltı olur, o sönüb elə bir. Yəni, bilməm niyə. Niyə komediya üstündə qurursan bütün işləri? Aktyor olaraq da komediyadır, rejissor olaraq da senarist, ancaq komediya. Bilsən, rejissorun daxili onun ekranda gördüyünüz onun daxilidir. O vaxt KVN-də oynamışam. Mən hətta akademiya təhsili alanda çox ciddi mövzuların içində xırda zarafat həmişə olurdu. Ona görə mənə deyirlər ki, sən çalış diziyə keç. Ora sənin üçün daha rahat olacaq. Mənim üçün çox rahat oldu. Çünki mən həm KVN-də də ssenari yazmışam, indi də yazıram. Yəni, amma ssenariləri mən əsasən zarafatdan olur da. Ona görə də elə yumor tərəfi seçdim. Ciddi tərəfi bir dəfə ciddi bir film çəkdim də. Down sindromlu uşaq haqqında bir film çəkdim. O fərqli mövzuydu deyə ona görə. Yoxsa mən ciddi çəkməyə heç bir fikrim yox idi. Nə bilim, mənə elə hamı mırtdaşır, oynamır da bildiyin, yəni ciddini oynayır. Mən onu oynayanı yox, yaşamağını istəyirdim. Onu da ancaq mövzu maraqlı ola bilər. Mənim üçün adi məişət mövzusu dramda, yəni adi məişət mövzusu üçün bir şeydir. Amma mənim üçün adi məişət mövzusu komediyada daha üstündür. Sənə dramlar ağladır, baxanda yəni ağladığın filmi, əlbəttə təsirli dram olur. Əlbəttə ki, hə. Türk filminə getmişdi Ayla orada. Çox ağır, 7-ci Kovuşdakı möcüzə. Bizim serial filmlərimizdə yəni hiss eləyib kədərləndiyim məqamlar olur. Mənim ağlamama səbəbim o deyilmi? Demək deyil ki, mən ağladanmadım. Sadəcə mən oradakı aktyorları tanıyıram və mən onlara o qədər bələdəm, o qədər yaxınam ki, bilsən, o bəlkə də o mənə icazə vermir onu. Tam qəbul. Mən bilirəm ki, o aktyordur. Sən kulisin görürsən. Mən görürəm, yaxşı oynayır və hadisə kədərlənir. O tərəfdən yanaşsan ki, bu qəşəng oynayır. O mövzunun içinə girə bilmirsən. Naborot girirəm mövzuna və mən orada kədərlənirəm. Amma ağlaya bilmirəm ona görə ki, o aktyordur mən. Mən onu tanıyıram aktyor ona görə. Və ki, xarici filmlərdə mən onu tanımıram, mənə yaşadır deyə ağlayıram. Bizim aktyorlar da yaşadır, pis demək istəmirəm o barədə. Amma mən o aktyorumu tanıyıram, yaxşı belədir. Neçə illərdir KVN-dən dedin, bax bu şutqaların, zarafatların içindəsən də, sən özünü kimsə zarafat eləyəndə həqiqətənmi gülürsən, güldürən zarafat olur, yoxsa pərt eləməməyə üçün gələcək? Yox, çox gülürəm. Yəni güldürmək olur səni? Hə, çox, əlbəttə ki. Mən çox sevirəm, harada neajidan razvyaska var Ruslarda, yəni sonluğu adamın ağlına girməyən sonluq olur, o çox güldürür. Yəni sən axı sən də ssenaristsən. Biz bir dəfə 99-2001-ci ildə yavaş şeydə Soçidə KVN-də olmuşuq. Komandalar proqona baxırlar da, tamaşaçı deyildilər. Və komandalar hamısı da ssenaristlərdir. Sən təsəvvür et ki, sən səhnədə nə isə göstərsən, o 1000 nəfər ki var ssenari zalda, hamısı onun sonunu fikirləşir. Və çox aqressiv zal olur, gülməli deyil. Amma sən əgər həmən zalı güldürdünsə, deməli sənin hansı zarafatın sonluğundan o 1000 nəfərə çatmamışdı və daha maraqlı, daha gülməli oldu. Biz Soçidanda birinci dəfə elə də güldürə bilməmişdi, açıq deyim, amma ikinci dəfə şutqalarımız da lazım olan o səviyyədəydi, o dərəcədə ki, gülürdü. Yəni o demək istəyirəm ki, sonluğu bəlli olmayan, sonluğa mənim ağlıma gücü çatmırsa, o mənim üçün gülməli olur. Çox aktyoru var ki, məni güldürə bilir. Fərdadır, Fəqandır, Elməddindir, çox gülürəm onlara. Deyirsən ki, orada o səviyyədə deyildi. Bəs bu çəkdiyin bugün yazdığın senarilər, çəkildiyin rol və yaxud da çəkdiyin komediyaları deyək, serial olsun, film olsun, onları həqiqətən səviyyəli hesab edirsən mi, yoxsa səviyyəli hesab edirsən deyəndə nəyi nəzərdə tuturam? Yəni istədiyin kimi alındıra bilirsənmi? Hər şey nisbi. Nisbidir, bəli. Yəni səviyyə də nisbidir. Mən ola bilər dünən məsələn toyda olum, amma götürüm bütün günü opera mahnıları oxuyum ya o tip İngilis zarafatları elm heç kim gülməyəcək. Deməli mən səviyyəsizlik elədim. Axı mənim
elədiyim zarafat o səviyyədə deyil harda ki mən mövcudam. Yerə, məkana uyğun olacaq bir hərəkətlər o səviyyə uyğun sayılır. Yəni səviyyəli odur. Amma mən bilirəm sən nə nəzərdə tutursan. Yəni elit təbəqəmi deyim, yoxsa biraz düşündürücü yumor demək istəyirsənsə, o da var. O səviyyədə demirəm. Yəni istədiyin səviyyədə alındıra bilmisənmi? Məsəl üçün rejissor və yaxud da senarist beynində birinci fantaziya qurur. Ki mən bunu eləyə bilərəm və yaxud da rolu bugün sonra baxanda tutalım öz roluna deyir ha səviyyəli eləmişəm mən bunu. Bəli, bax mən o səviyyədən deyirəm. Digər səviyyə nisbidir, əlbəttə nisbidir. Yəni rejissorun əsas işi aktyorlarla oyunda bu texniki momentidir, amma əsasən sən ssenarist yazdığı zarafatı və beyin təfəkkürünü tamaşaçıya rejissor istədiyi formada çatdırmalıdır. Ekranda nəsə baxırıq, onu ssenaristini biz başa düşürük, amma bəzi hallarda bir də görürsən çatmır nəsə. O biraz rejissorun səhvi ola bilər. Orada qırmızı geymişdin, burada qara geyindin, rejissor orada hara baxır, o deyil. Ya mən elə şeylər qəbul edirəm. Ola bilər də, onun kostyumer zat səhv eləyə bilər. Rejissor hara baxır, hər şeyi yadda saxlaya bilməz. Vəziyyəti düzgün saxlamalıdır. O vəziyyəti ssenaristdən yaxşı verdisə, o yaxşı, o rejissordur. Mən demək təvəzzökarlıqdan qoy çıxsın, fərqi yoxdur. Mən düşünürəm ki, mənə verilən ssenariləri yaxşı eləmişəm deyə mənə komediya rejissoru deyirlər. Çünki komediya rejissoru çoxdur, çəkən çoxdur, amma açıq deyək ki, mən bir də görürsən nə hesabam ki, rejissor kimdir, filan kəs. Amma hansısa bir elədiyim ekran işində soruşur Ramin Hacıyevdə, hə, filan kəsdir. Çünki artıq mən o ssenarist verdiyi tapşırığı mən ondan da yaxşı yerinə yetirmişəm. Ssenaristlə bir yerdə 51 olub yerinə yetirmişik. Düz deyə, rejissor önəmlidir, amma Federico Fellini öz deyirdi ki, ssenari, yəni bir növrə olmalıdır, əsas olmalıdır. Yəni sözüm odur ki, bəli, mən düşünürəm ki, mən istədiyim nə işi ola bilər, bəyənilməyə bilər. Mən də işin yəni özün baxanda bu gün ürəyincə, utanmırsa ki, ay Allah, mən bunu bu gün də eləmişəm. Olub elə şey. Olub? Olub ki, mən bunu niyə çəkdim? Çox utanmışam. Hansı olub o? Mən bir 15-ə yaxın serial çəkmişəm, komediya çəkmişəm, bir dənə dram. Onların arasında bir-ikisi var ki, mən istəməzdim ki, onu mən deyim. Hətta mənə desələr ki, onu da sən çəkmirsən, gülsələr, mən də ondan bir yerdə güləcəm. Bildin nə də? Nədir o? Məsəl üçün, dostlarımız yazırdı, Səbuh idi, Araz idi, bir də Faiq idi. Yadımdan çıxdı Allah haqqı. Amma yadımdan çıxmağı, mən sualdan qaçmağım demək. 2 dənə idi, yaxşı. Yadıma düşsə deyə 2-3 dənədir, var birinci dənəsi. Heç birisi yadında deyil. Var, yadımdadır. Bir dəfə Səfərin ailəsi var idi. Onun əvvəli yaxşı idi, sonrası xoşuma gəlmədi. Çünki ssenari dəyişdi ona görə. O ssenari xoşuma gəlmir deyə mən onu yaxşılaşdırmaq istəmirdim və mən necə alırdı, elə çəkirdim və hətta bir də görsən yola da verirdim açıq. Mən bəyənmirdim, istəmirdim onu və mən ona görə də onu nə pul nə verdilər, vermədi dedim istəmirəm. Səfərin ailəsi idi, bizim qardaşlar idi, Emin Gil idi, çəkirdi. Elməddinin Fərdanın adını çəkdin. Bir rejissor kimi Elməddinlə ya Fərda ilə hansından işləmək daha rahatdır? Mən Fərda ilə də serial işləmişəm, Elməddinlə İkisindən biri. Mən belə deyim də, istedad baxımından o barədə sorun yox yəni. O barədə söhbət yox. Amma hər aktyorun öz ampulası və onun özünün xətti var da. Məsələn, Elməddin oynadığı bir hansısa bir obrazı, deyək ki, tarix obrazını Fərda oynaya bilməz. Oynaya bilər, özünə məxsus. Bu yaxşı olar, pis olar, onu biz bilmirik. Amma Elməddin fakt bunu yaxşı oynayır. Elməddin də Fərda da ağıllı aktyorlardır. Yəni rejissor ona zadaçanı verməmişdən qabaq o bilir nədir. Ola bilər hansısa momentdə hə, Elməddin bunu biraz belə elə bu intonasiyada denən daha yaxşıdır, tutacaqdır. Amma o daha yaxşı qatqılar verir. Həmişə demişəm, bizim kollektivə də 1000 dəfə deyirəm, hər dəfə deyirəm ki, çıxartdığımız ortaya məhsul o vaxt yaxşı olur. Nə vaxt ki, bütün o heyət, zənciri var, prodüser tutmuş, montajör tutmuş, hamısı öz qatqısını verir. Əgər mən adi koordinatora deyirəmsə, bizə bir qırmızı xalça lazımdır buradan bir nəsə də bu kadr üçün. O gedib mənə məxməri bir qırmızı xalça böyünə naxışlarla daha gözəlini tapacaqsa, o onun qatqısı və o serialın gözəlliyidir, filmin gözəlliyidir. Orada deyir də, rejissor nə qəşək çəkib. Orada rejissor qəşək çəkib, çünki o yaxşı xalça gətirib, bu yaxşı montajda nəsə deyib, aktyor özündən əlavə nəsə qatıb, ikisi də yaxşıdırlar. Seçim ikisindən biri. Fərda gecikməyə xoşlayırdı. Və mən onun gecikməyin bizə niyə tərəfdar idim? Hər gecikədə mırt-mırt söhbətlər edir. Məzəli söhbətlər. Yəni ikisindən biri hansını seçərdin? Hansından işləmək daha rahat? Xeyr, elə deyil. Necə elə deyil? Bax, kino çəkirsən, bir kinodur. Bax, bu obrazına, bax, tutaq. Obrazına ikisi də uyğundur. Aha. Hansını seçərdin? Birini seçməlisən də. Yox, mən yenə də deyirəm, yox da. Bilirsən, çəkməyəsən. Bax, mən çəkəcəm. Bax, bir dənə bir söz deyim. Bizdə bütün dünyada, mən elə bilirəm, mən elə oxumuşam, dünyanı gəzməmişəm, amma hər halda bu sahədən bilirəm, kastinqə
hamı gəlir. Al Pacino da kastinqə gəlir. Çünki rejissor baxmalıdır ki, ona verildiyi söz onun ağzından necə çıxacaq, necə olacaq. Ya bildiyi qəşəng aktyor. Bizdə o yoxdur. Bizdə hansı aktyora desən tanınmır, ya xalq arası, ya əməkdara desən ki, kastinqə gəl, deyəcək nədir məni tanımırsan, gəlmirəm. Ona görə deyirəm, Elməddinlə Fərdaya həmən o replikanı vermək, həmən o cümləni kimin ağzından yaxşı çıxacaq deyib o nöqteyi nəzərdən onları seçmək olar. Belə amma mən deyəmərəm, Fərda daha yaxşı olacaq. Elməddin də bilə bilmərsən, bəlkə Elməddin oynadı, bomba oynadı, amma Fərda ondan da yaxşı oynaya bilərdi. Elməddinlə bir yerdə başlamışdınız da demək olar ki. İlk ayrılanlardan da biri sənsən deyəsən. Elməddinlə, Elməddinlə iş birliyi olaraq, hə. Hə, ilk ayrılan. Niyə ayrıldın? Yəni nə uyğun gəlmədi? Elməddin hər şey uyğun gəlirdi. Ayrılma səbəbim o idi ki, biraz narazılıq oldu mən barədə. Bir yaxşı rejissor deyil, çəkə bilmir. Orada qırmızı kofta ilə keçdi, burada yaşıl kim narazılıq edirdi ki? Var idi, elədilər. Mən bir orada narazıyam. O qalma Elməddindən mən hər nə qədər narazı olunsam, Elməddin mənə o qədər yaxın adamdır ki, o narazılıq mənim gözümdə heç bir şeyə çevrilir. Adam deyər yaxşılığını deyir, də pisliyi niyə deyirsən ki? Yox. Axı biz dərhal pisliyi... Yox, pisliyi əlbəttə yaxşılığı... Yox, o mənim oradan ayrılmağım Elməddinin mənə eləyəcəyi pislik deyildi. Aha. Elməddin orada mənə heç bir pislik olmamış. Yük mənim üstümə düşməyə ki, 3 dənə serial çəkirdi. Yaxşı, bunu başqa Elməddin eləmirdisə, başqa adam eləyirdisə, sən o Elməddindən niyə ayrılırsan ki? Kollektivdən ayrıldım da. Mən Elməddindən də Elməddinin... Bildim, kollektivdə kimsə bunu deyirsə... Təbii ki də. Bir nəfər tutalım bu sözü deyirsə, bir nəfərə görə kollektivdən niyə ayrılırsan? Yox, bir nəfərə görə bəli, ayrılmaq lazım idi həmən anda kollektivə. Okey, mən pisəm. Amma səndən sonra demək olar ki, kollektiv dağıldı. Hamı ayrıldı demək olar ki. Yəni mən dağılmamışam kollektivi. Sən dağıtırsan demirəm. Səndən sonra dağıldı deyirəm. Ola bilər, ola bilər. Ənvər də getdi demək istəyirsən. Ənvər də getdi, Tərlan da getdi. Hamı getdi demək olar. Yəni bizim iş birliyimlə Ənvərin Elməddinlə ayrılmağını mən heç bir söz deyə bilmərəm. Hamınız bir yerdə daha məhsuldar idi, yoxsa həmişə elə olur. Həmişə hamı bir yerdən daha yaxşı olur. Sonra hərə bir özünə bir şeysə dağılır. Azərbaycan Respublikasının şəxs Səfəvilər dövləti də bir idi, sonra xanlıqlara çevrildi və yəni reallıq budur. Başqa cür həyat cərəyan eləsəydi hadisə başqa olardı. Mən çox sevirəm bu mövzunu. Mən hətta filmlə çəkmək istəmişəm. Stimullaşdıran Nazad Budişi adlı bir film idi. Keçmişə qayıdır öz valideynlərdən. Elə bir serial var, amma biraz bahaydı deyə. Amma çox sevirəm o mövzunu. O mövzu nə qədər mən sevirəmsə, mən çox istəyirəmsə onu çəkmək. Mən heç nəyə baxmıram, çəkirəm. Hardan olsun, nə olur olsun o pulu tapmağa. Bahalıqdan dedin. Yadıma düşdü sənin bir efirə getməyən serialın. Hə. Həqiqətən çox xoşuma gəldi o serialın. Tizeri elə bəs eləyirdi də. Yəni çox yüksək keyfiyyətli sir kasting, aktyorlar hamısı əla idi. Efirə getməli idi bu deyəsən. O dövrəmdə də Xəzərdə çalışdın. O mən belə deyim də. Uzun zaman Xəzərdə çalışdın da. Yəni bu efirə niyə getmədin? Bax Xəzərdən niyə ayrıldın? 2017-ci ildə mən Xəzərdə çalışdım. 2020-ci ildə artıq müdiriyyət dəyişdi. Murad Dadaşov gəldi. Şamxala əvəz elədi, Şamxala müəllimi. Orada hətta bizim iş birliyimiz də vardı. Murad müəllimlə danışırdı ki, bəyənirəm sən işlərini. Ən azından bu Down sindromlu uşaqla bağlı serialı çox bəyəndi və qəbul etdi, xoşuna gəlmişdi. Biz iki müqavilə bağlamışdıq əslində Murad müəllimlə. Biri dram serialı idi, biri komediya serialı idi. O komediya serialının mən estetik olaraq istəyirdim çəkəm. Yəni o bəzi hallarda bizə deyirlər ki, niyə düşündürücü bir şey çəkmişsiniz, ancaq yüngül ağıla gələn zarafatları çəkirsiniz. O buna demək olar ki, cavab idi. Həm yumor tərəfindən dolu bir serial idi. Həm də bunun sonluğu tərbiyəvi bir cümlələrdən bitirdi. Yəni estetikanı mən götürmüşdüm başqa bir yerdən, açıq deyil. Yəni mənim ideyam deyildi o. Rusiyanın Kukni serialını götürmüşdüm. Sonluğu çox maraqlı bitirdi. Dedim mən də belə bir şey eləyəcəm, qoy bizdə də olsun. Sonra bir bölüm çəkdim. Nəsə dedi ki, bir-iki dənə şeylər var. Onları əlavə verək getsin. Orada da baş prodüserdən biridir. Toğrul da var, Toğrul Məhmədov. Murad Dadaşov çox bəyəndi, tizeri bəyəndi. Bir 2 dəqiqəlik tizerdi. Dedik, bir 2 nəfər dəyiş. Dedim, hə, yaxşı, dəyişin. Bunlar da dəyiş, onlar da dəyiş. 10 nəfər aktyordan cəmi 3 nəfər qaldı. 7 nəfər dəyişdik. Sonra gətirdim bir seriyanı göstərdim. Toğrul Məhməd dedi ki, yaxşıdır, qəşəngdir, 2 dənə əlavələr elə. Немного не смешно. Okey, biraz da yumorza da artırdım, biraz da qədimliyə keçdim. Qəşəng, maraqlı, bahalı bir serialdı, açıq deyim. Məsəl üçün, mən Zim maşını götürdüm prokata, günü 400 manat idi. Geyim zal belə şeylər, bu yaxşı bahalı bir şeydi. Müqavilə də bağlamışdıq. Sonra bir bölümdə dedim, əlavələr elə, yaxşı əlavələr deyilmə, əlavələr elədim. Üstdən də bir 10 bölüm çəkdim, oralarda bir neçə kadrlar var ki, çəkilməyibdi. Sonra Murad müəllim dedi ki, mən götürmürəm. Niyə? Pulum yoxdur. Aktyor zəifdir. Nə bilim, 3-4 dənə
Yəni onun dediyi aktyorları seçməmişdi. Ha, o dediklərini seçmişdi. Düz oynamadı. Nə bilim, geyimi o deyil. Bilmirəm, hər şeyi gətirdi bəhanə. Sonra da dedi ki, almıram. Ondan sonra mənim səhhətim də döndü. Ondan sonra mənim reputasiyam da döndü. Ondan sonra mənim üçün elə bir qırıq məqam oldu orada. O mən deyirəm, mən həmişə istəmişəm. Yəni sifariş eləyirsən, sən bu özdə 10 seriyadan çox çəkirsən. 32 bölüm sifariş olunmuşdu. Ən azından hesab edirəm ki, səbəblər uyğun deyil. Dedi ki, 1500 manat verirəm hər bölümünə, amma elə deyil. Yəni 1500 manat onu bütün mən evimi satdım ora qoydum. Yəni 1500 manat bir inan ki, evim deyil ha. İnan ki, mən ora çox canla başla çəkib ora evimi satıb qoymuşam. Gəncədə bir evim var, çox ucuz qiymətlə satdım, tez qoydu, dedim götürün qoyduğunu, dedik ki 1500 manat veririz. Batırmaq olar, yəni adam o qədər dostlarımız, tanışlarım var, getdim Rusiyyədə batırdım. Mənim də işim bu elə bir ki, getdim Rusiyyədə bir serial çəkdim, batırdım kimi sayıram. Amma bu məni qırdı. Sifariş var ortada. Sifariş də var, müqavilə də var. Sifariş verən şəxsə görə ev satılıb da. Yəni sifariş olmasan bu evi satıb gedib eləməzdin ki? Eləməzdim. Mənim əslində elə məqam idi ki, mən istədim biraz mübahisə eləyəm və biraz şişirdən bu mövzunu biraz yayam ki, axı mən çox əziyyət çəkmişəm. Mən 50 min çox sakit qaldın əslində. Mən 50 min pul itirdim. Çox sakit qaldı. Bəli, mən 50 min pul itirdim. Mən işimi itirdim. Mən çox səhhətimi itirdim. Çox pis şeylər, çox dönüş nöqtəsi oldu. Əvvəlki yönetimdə çox yaxşı mənada dönüş nöqtəsi oldu sənə. Mən həmin kanaldan ondan qabaqki müdiriyyət məni deyirdi ki, serialların 2 serial gedir Altı Bazar, Xəzərdə 16-2020-ci illərdə. Hər birinci gün iclasda deyirdi ki, bu seriallara görə Altı Bazar bizdə yaxşı reytinq verir. 2019-cu ildə mənə sənədlərimi adı götürdü. Mənə əməkdar mədəniyyət işçisi adını verdi, sağ olsun. Cənab prezidentimiz də qol çəkib, altdan imzası da var. Mənim üçün çox sevindirici bir şeydir. Ən azından mən bunu hesab edirəm ki, mənim əməyimə dəyər verəcək bir mükafat oldu mənim üçün. Yəni mən çox bir iş görməmişəm bu həyatda. Okey, mən kim olmuşam ki, gəldim nəsə də televiziya üçün, nəsə də özüm üçün, öz ailəm üçün, tamaşaçılar üçün nəsə də eləmişəm. Bu mənim mükafatlarında mənim üçün çox xoşdur. Amma bundan bir 6-7 ay sonra mənim belimi çox pis qırıldı. O montajör ki var, onun heç bir perspektivi yoxdur. O maksimum montajör ola bilər və bundan sonra daha yaxşı montajör olub, yaxşı qiymət ala bilər. Amma aktyorun perspektivi onu daha yaxşı filmə çəkir və daha uğur əldə eləməkdir. Perspektivi onun o montaj eləməyindədir. Qutardı getdi, maaşını ver. O mənə zəng edib ki, mənim nə oldu pul? Bax, məni incidən o idi. Sən demə mənim çox yanımda yaxşı dostlarım var imiş. Axı dost belə gün də sınanar və mənim ətrafım çox yaxşıymış. Elməddin mənə yaxşı dəstək oldu. Mənim fiziki durumum çox aşağı idi. Mən biraz больницada da düşdüm elədim. Onunla da götürmədi. Dirəşdi götürmədi. Dedi, yox. Almıram. Pulumuz yoxdur belə elə. Mən stress keçirmək. Bəlkə bunun altında nəsə var imiş. Yəni, bilmirəm, Allah haqqı bilmirəm. Bu qədər qəsd, bu qədər inat hansısa bir prinsipə dayanır və yaxud da bəlkə də aranızda kimsə gedib nəsə başqa şey çatdırıb. Olur belə şeylər. O həyatda hər şey olur. Gedirlər elə şey çatdırırlar ki, adam da nifrət edir qarşısındakına. Həyatda hər şey olur. Yəni inanmıram, amma axı bizim münasibətimiz yaxşı idi. Amma boş-boşuna da olmaz axı. Yox, bilirsən, axı mən çəkdiyim bayağı bir şey deyil. O qurşaqdan aşağı heç vaxt mən bir dənə bir şey... Bayağı demirəm, sən. Yəni sənət olaraq, baxıcı olaraq, tamaşaçı olaraq normal bir iş idi. Onu məni niyə sonradan götürməsin, mənim pulum yoxdur, mənim bağlı. Deyirəm də, nəsə ortada başqa bir şey baş verir. Çünki adam sənə aktyoru sifariş eləyir, adam sənə hər şeyi dəyişdirdirir. Maşını elə bir ki, yığdırır, sonra deyir, almıram. Bu almama səbəbi nəsə baş verir ki, orada almır. Mən üstünə düşmədim, müharibə vaxtı idi. Nə mən o haydaydım, nə o elə kanal rəhbərliyi o haydaydı ki, bu söhbəti, serialı müzakirə eləyə. Mən istəmirdim o müzakirə olsun, ehtiyatlı müzakirə olsun. Ona görə də mən səsimi çıxartmadım, sakitcə qaldım. Dedim, nə vaxtsa da olar, qabaq-qabağa gələrik, danışaram bu barədə. Hələ ki, qabaq-qabağa gəlməmişik. Qabaq-qabağa gələndə üzümə görüb, necəsə nə var, nə yox deyilibdir. Artıq əski heç nə eşitmək istəmirəm. Bu mövzu belə demək olar ki, kapanıb. Mən də gedib o papkada oturub orada qıraqda, bildin o hadisə. Əlbəttə də ev satmışam. İnan ev satmağım da o deyil də, yəni vacib deyil. Səhhətin gedib. Mənim əziyyətin gedib. Bilsən nəyim gedib? Mən pul nə oldu? Mənim qadanam, biraz gözdə mən gedirəm dostlarımdan, tanışlarımdan. Mən 2 il, mən açıq deyirəm və mənim işim də olmadı da. Yəni harca 1 il mən işləmədim. Problem olanda elə olur da. Ona görə ki, yox ki, iş yox idi və iş yox idi, pandemiya idi. Bir tərəfdən də ki, mən çox pis səhhətimlə bağlı işləyə bilmirdim. O müddətdə də məni dostlar
mən aləmi dolandırmağa, iş görməyə, borc qaytarmağa dediyim dostlar ətrafım kömək elədi. Çox sağ olsun. Hamısını bir bildirirəm. Sağ olsun. Qorxam bir adını çəkmək ki, bir kimsə unudaram. Heç kim də deməyib ki, mən hardasa deyərsən, nəysə, elə bir şeyə görə yox. Ramin, ala bu sakitcə dur. Nə vaxt olsa qaytarasan, birini də qaytarmamışam hələ indiyənə kimi. Sağ olsun. Allah haqqı çox sağ olsunlar. Sağ olsun. Çox Ramin, bugün ən deyək ki, məhsuldar, ən reytingli komediya layihələrindən olan Komedixanadır. O da sizin komandadan olan Ənvərindir. Ənvər çox istedadlı məni. Hə. Məni dəvət eləsə tək Ənvər dəvət eləyə bilər. Çünki layihə rəhbəri, yox Ənvər dəvət eləməyib. Yox. Mən onu o tərəfini pis görmürəm. Çünki adam ola bilər ki, məni o səhnəsində görmür. Maraqlı deyiləm. Ola bilər. O rejissor kimi. Yox, rejissora senarist kimi. Senaristə həmişə ehtiyac var. Yox, rejissorlar da var, senaristlər da var. Yəni mənim ora dəvət olunmamağın bir niyə olaraq sualım heç vaxt olmayacaq. Ənvər oranı əgər yaxşı, aktyor kimi görməyə bilər. İdarə eləyirsə, yox. Hər cəhətdən. Ənvər o komediyaxana özünü gözəl idarə tamaşaçı sevirsə onu, orada mənə bəlkə də ehtiyac yoxdur. İş olaraq? Yox, iş olaraq gözəldir. Mən bir bax konsert təşkilatçılığı ilə məşğul olan bir adam kimi deyirəm. Yəni əcnəbi artistləri gətirmişəm, bu qədər yəni şeyləri görmüşəm sətirdə. Mən orada rekvizitlərə baxıram, şoka düşürəm ki, bu olmaya da bilərdi. Mən sənə bir söz deyim. Yəni bu vacib deyildi bu rekvizitlər. Adamlar çox qırdalıqlarına qədər işləyirlər. Murad Dadaşov olduqca səliqəli adamdır. Mən Murad Dadaşovun kimdənsə də səliqəsiz və idarəçi qabiliyyətini aşağı, zəif olan adam eşitməmişəm. Ola bilər məndən olan münasibət hər nəsə başqa onu qoydu qırağa. Amma o adam idarə edir də, kanal idarə edir. Mən bəyənməyib, verməyib. Prinsip var, nədir? Məni incidir, məni qırıb. Ola bilər. O başqa. Amma yaxşı idarə və Murad Dadaşovun o koordinator işində rekvizit gətirmişdi, möhtəşəmdir. Onların bir filmi var idi, bayram axşamı. İdealdır, bax bir kadrlara bax, nə gözəl idealdır. Deyirsən yəni bu iş o Xəzərə aiddir. Yox, Xəzərə də yox. M-qrupun o qabiliyyət orada var. M-qrupluqdur. Dəsti xətti var, bəli. Ənvər də o var da istedaddır da, yəni o demirəm. Bax, M-qrup, onların bir filmi var idi, bayram axşamı. Orada hər şey idealdır, rejissoradan başqa. Tam səmimiyyətlə rahat deyə bilərəm onu. Hər şeyə fikir veriblər. O onların işidir axı. Onu zəkim o tətəcildə bu təmiz bir şey qoyun. Orada elə bir yer var ki, o təmiz olmalı deyil. Orada elə bir şey var ki, o qədər səliqəli olmalı deyil. Orada rejissor işi zəifdir. Mən belə tam rahat deyə bilərəm. Qurşaqdan aşağı zarafat nə vaxt hiss olunur? Nə vaxt ki, konsepsiya uyğun gəlmir, sən deyəcək sözün. Onda tamaşaçı qulağına vurur ki, bu nə şid zarafat idi. Bu nə söz idi dedi. O vurur, qulağı vurur. Deməli konsepsiya uyğun gəlmir. O sözü başqa yerdə deyilsə, daha yaxşı qəbul oluna bilər. Ənvər də o barədə çox yaxşıdır. Ənvəri də bax da hər komediyxanada bax gör nə qəşəng. Yox, əladır. Səhnələr zadlar. Ənvər istedadlı oğlan. Çox işgüzardır. Zarafatları demək olar ki, TikTokdandır. Konkret olaraq TikTok işləyirlər. Məlum məsələdir. Amma dediyim odur ki, indi ola bilər də insanların bəziləri deyir ki, bəyənmirlər zarafatlarını. Amma yəni deyirəm ki, balaca 6 yaşında uşaqdan tutmuş, yaşlı 75 yaşına qədər insanların baxdığını görmüşəm. Bəli. Mən də baxıram. Sevə-sevə baxırlar və gülürlər. Çox gülməlidir. Komediyxana gülməlidir. Bax, o əlavələr var deyə bunu gözəllik qatır. O desələr ki, desələr ki, gülməlidir, amma o bığı düz yapışdırmamışdı. Deməli, orada bir nidarabotka. Hamı hər şey yaxşı gülməlidir, demək hamı işləyir. Yaxşı işləyir. Ona görə də sponsor orqanlarla işləyir. Yaxşıdır. Mədəniyyət Nazirliyindən aran necədir? Mədəniyyət Nazirliyindən heç bir aram yoxdur axı. Fəxri adın da var. Mədəniyyət Nazirliyi tanımır sən rejissor kimi ki, hər hansı bir layihədə, hər hansı bir işdə sənə nəsə bir sifariş versin, sən nə bir əmək layihəsi, dövlətlə mən belə iş birliyim ancaq dövlət yol polisi ilə olub 2 dəfə. Mədəniyyət Nazirliyi tərəfindən mənə heç bir sifariş. Ümumiyyətlə Mədəniyyət Nazirliyinin hansısa fəaliyyətini bir bəyənirsənmi? Bir nəsə fəaliyyətini görürsən ümumiyyətlə? Mədəniyyət Nazirliyi kimi onların fəaliyyətinə razısan? Filmlər dövlət xəttindən, dövlətdə işləmirəm deyə, yəni bir televiziya işləmək, dövlətdə işləmək kimi tam qələmə vermək olmaz da. Onun özəl televiziyalar. Özəl televiziyadır. Amma təbii ki, o stereotiplər bəzi məqamları bilirəm nə deyil. Amma Mədəniyyət Nazirliyi ilə özünə işləməmişəm deyə mən çox çətinliklə deyə bilərəm ki, necə pis işləyirlər, ya yaxşı işləyirlər. Hər bir yerin öz problemi var. İşləməyi ilə görə demirəm. Nə göstərirlər, nə tamaşaçıya nə verirlər. Niyə filmlər çəkildi də, hər il çəkilirdi də. Yaxşı altda da yazırdı mədəniyyət. Məsələn, Müşfiq Hətəmov idi nə vaxt ki orada. Mən bilirdim ki, filan işi o prodüser olaraq Müşfiq Hətəmov görür. Bax, prodüser işi çox yaxşı idi. Çünki Müşfiq Hətəmov özü
prodüser. Prodüser işi Space-də də yaxşı. Ola bilər veriş zəif oldu, veriş gülməli olmadı. O uyğunca bu, amma onu ora gətirib prodüser işi eləmək kimi Müşfiq hətta Space-i uğurlu elədi. 7-ci, 8-ci yerdən gətirib 4-cü yerə çıxartdı. Lokasyon işi. Yəni o prodüser idi. Ora bir rejissor gəlsəydi kanala, hər hansı bir kanala, baxacaktın ki, bu nə qəşəng maraqlı bir şey gəldi orada, maraqlı. Ola bilər pul gətirməsin. Amma rejissor hələ pulları yox idi deyə. Mən belə başa düşürəm ki, biraz da davam eləsəydilər, pulları olanda daha yaxşı rejissor da gətirə bilərdilər. Olduğu müddətdə mən gördüm ki, yəni borcları qaytarmaqla məşğul oldular deyə. Amma onunla paraleldə olaraq iş çıxartdılar ortaya. Bəli, çıxartdılar. Kanalın reytinqini qaldıra bildilər. Yəni dəyişə bildilər. Mən də orada, mənim də əməyim orada var. Mən çox böyük məmnuniyyətlə istəyərdim vurğulayam. Niyə? Çünki orada tamaşaçı o qədər baxmadı. Reyting o qədər o deyildi. Biz onu cağlayırdıq ondan ki, Space hələ təzə başlayır, azdır reyting. Space ucu yavaş-yavaş razqon götürəndə serial başladı reyting verməyə. Bu şey idi, yaxşı olar serialı idi. Bu Məcid oynayırdı. Mən baxdığım demək olar ki, ən gözəl serial o idi. Yaxşı olar. Baxır, bütün seriyalarına baxırdım. Onu mən açığa götürmüşdüm Rusiyadan. Bəli, Xarlamov oynayırdı onu, ideyasını götürdüm. Amma mən bir şey deyim. Nəinki Məcid, hamısı elə seçmişdin ki, bütün aktyorlar əla oynayırdı, heç kim zəif oynamırdı orada. 14 bölüm idi Ruslarda. Mən onu götürəndə onlar 7 bölüm çəkmişdilər. Mən baxdım, mən 40 bölüm çəkdim. Onlar 8-ci bölüm çəkənə qədər. İdeya yaxşı idi. Hadisə maraqlı idi. Ona görə də hara istəsən uzatmaq olar. Öz deməli mentallığımıza uyğun adaptasiya elədik o serialı. 40 bölüm çəkdik, özdə 45 dəqiqə. Deyək ki, biz onu oğurlamışıq, o plagiatdır. Hə, plagiat ideyası. Amma bəlli biz onu çox böyük bir iş gördük onlar üzərində. Elvin idi, Elvin Paşa, Elnur idi, Hüseynov. Bir də Arif idi, mexanaçı Arif. Bir də Ayda, mənim yaddaş, adlara yaddaşım pisdir. Ciddi deyirəm. Serialda da bir də görsən deyirəm, ay aktyordur, ay mətləb deyir ki, filan kəs. Rami, sosial şəbəkədə çox aktivsən. İstənilən mövzuda aktivsən. Komediyada olmağına baxmayaraq siyasət mövzusunda da aktivsən, sosial mövzularda da aktivsən. Amma bəzən görürəm ki, post paylaşırsan, hansısa bir fikir bildirirsən, sonra da silirsən. Niyə? Qərarsızsan? Mən də bilsən, yox, ola bilir. Mən də xalqın bir nümayəndəsiyəm də. Mən də xalqam. Mən tək televiziyçi və rejissor deyiləm də. Mən xalqam və mən çox sevirəm xalqla, tamaşaçı ilə bir ünsi. Mən adi marketə girəndə də orada ətrafdakılarla salamlaşıram. Lazım olsa bir söz deyirəm, atıram. Yəni mən tanış olmağa çox rahat adamam. Həm də tanıyırlar deyə, yəni tamaşaçılar da mən xüsusilə bir təşəkkür bildirirəm. Çünki məni görən adam tək üzü gülməklə bərabər yox. Həm də məni həm sosialdan tanıyırlar, həm də bilirlər ki, mən onlarla birəm də. Yəni mən özümü hara dartıb qoyum, nəyəm ki, kiməm ki. Deyirlər ya, filan kəs kim olub? Ya hamının əvvəli kim olub? Ya? Hamı kimi olub ki? Sonradan hər nə edirsən, qavrayırsan, özünlə düşünürsən, nəysə oxuyursan, savaddansa olsan başqa bir şey. Mən başqa bir şey olsam da yenə mən kiməm ki, mən insanam da. Bunlarla keçən aralardan nə fərqim var ki? Ona görə mən sosialda tez-tez, siyasətlə yox, mənlik deyil. Amma arada fikir bildirirsən. Hə, fikir bildirirəm. Amma sonra bir də görsən, pozuram, deyirəm, bir mənalı qarşılanmaz da. Qarşılanmasın da, sən cəmaatın fikri ilə niyə hərəkət edirsən ki? İstəmirəm də mən kimisə də. Bilsən, indiyənə kimi çox qalmaqallı olmamışam. Rami filan kəs söz dedi, ona söz dedi. Bildiyimiz qalmaqal sevməmişəm. Bir də görsən, dirəşirəm. Körmüşəm. Bir də görsən, zəng edib deyir ki, bu nədir, yekə oğlansan, sil. Həm vəzifəli adamlar zəng edib də görürlər, dostlar zəng edib ki, bu nədir, sil. Yaxşı, mənim gözümdə siləm. Bir də gözüm, niyə silləmə, yaxşı eləm deyə baxır qədər dirək. Fikrinə təsir göstərə bilirlər. Açıq deyim, nastrenya adamıyam. Reallıqla yaşam, amma nastrenya adamıyam da. Mənim bir dənə probka ilə gəldim, əsəbləşdirdim, mən gedib işləyə bilmirəm. Və heç nədə, heç kimdə məni sakitləşmir. Çünki o sakitləşdirmə metodlarını da bilirəm, yəni böyle psixoloji olaraq ora-bura. O bir dərs olaraq, o özümə keçirdəmirəm onu. İstəyirəm ki, nəsə bir sakitləşəm, bir dənə çay içəm, o barədə fikirləşməm. Əşi vaxt deyib, yox deyib, yavaş-yavaş yola verirəm, keçir. Fəaliyyət göstərdiyin kanalda, Buz TV-də yeni layihəm var. Mən yeni MTV-də sualı qoymuyorum demək, birbaşa istəyirəm ki, əziyyət çəkməyəsən. Sual odur ki, vəbşə sən nə gəlsən orada? Nə gəzirsən orada, o da ola bilər. Yəni, axı, mən başqa kanaldaydım, başqa Space-dəydim, sonra keçdim. Mən ümumiyyətcə bütün kanallardan çalışıram. İstədiyi bir şeyi məhsuldursa verirəm, gedirəm. Paraleldə, ayrı ilə də çalışırsan. Amma mənim üçün, yaxşı bir, dəyərli bir təklif oldu rəhbərlikdən, MTV-nin rəhbərlikdən ki, gəl
istədiyin, düşündüyün yaxşı, maraqlı verilişlər elə, kontent olsun, maraqlı kontent və onun üzərində çalışıram. 4 layihəmiz var. Belədir. Belə, yəni o veriliş bir yarım saatda gənclər arasında bir olan bir verilişdir. Sonra Araz yazır onu faiqlə. Tanıdığım yerinə var, özüm aparıram. Əslində mən özüm aparmaya bilərdim onu. Niyə? Çünki mən özüm aparıcı deyiləm. Mən bilirəm onu ki, mən ləhcə ilə danışıram. Amma verilişin özüm elə aparıram ki, yəni bunu ləhcə ilə danışsan da heç nə dəyişmir. Yəni bura bədii danışan aparıcı vacib deyil. Çünki mən orada səmimiyəm. Mən məhz elə bir veriliş olmanı istəyirdim. Onu da mən ruslardan ideyasını götürdüm, amma yenə də çox dəyişdim orada. Bir nəfər aparıcıdır, bir nəfər qonaqdır. Mən elə eləmədim. Mən lazım olanda 2 qonaq da çağırıram, dəvət edirəm. Lazım olanda 1 qonaq da dəvət edirəm. Amma bizdə orada ssenari müəllifi var, Səbuhi Bayramov. Onunla bir yerdə paslaşırıq, kinodan danışırıq, ümumiyyətcə bu məkandan danışırıq. Yəni mən aparıcı olaraq aparıcı yox, orada bir rejissor kimi oturmuşam. Bəzi tamaşaçılar sən nə gəlsən orada, bax ona görə gəzirəm orada ki, rejissor olaraq gəzirəm orada. Sənə uğurlar arzulayıram kreativ direktorluğunda. Hə, direktorluğunda. Qəşəng başlamısan o layihəni. İnşallah ki, serial rejissoru, film rejissoru olaraq seriallar çəkməyini, film çəkməyini arzu edirəm. Sponsordan da problemin olmasın. Olur bizdə, amma olmasın. Sponsorda, yəni heç nə də, yəni niyə bilər, bu indiki reallıq budur. Yəni sponsorla danışmaq da var. O qabiliyyət məndə bilmirəm nə qədər var, nə qədər yox, amma hər biri sağ olsun da kimin qapısını döyürəm, açırlar ən azından çayla konfetini içirəm. Yəni mən də səni yaxşı sponsorların olmağını arzu edirəm. Çünki bu maşında mütləq bir dənə içki olmalıdır mən elə gəlir. 3-cü bir yol yoldaşımız var. İdə parfüm. Ha, çox gözəl. Oradan sənə bir gözəl ətir hədiyyə edirəm. Çox sağ ol. Bizim dostlarımızdır. Bizim də verişimizdə var İdə parfüm. Və həmişə demişəm ki, ayda bu ətir məndə var, gör nə qədər var. Bu ətir var, indi görüm bu ətir nə olacaq. Sağ olsunlar, təşəkkür edirəm. Dəyər verdikləri üçün minnətdaram. Çox sağ ol, təşəkkür edirəm. Mən də tamaşaçılara təşəkkür edirəm. Baxdısa, vaxtınızı səmərə aldısa xoşdur, səmərə almadıqsa onsuz da ötürürsünüz, keçir qabağa da. Çox sağ ol dəvət edirəm, çox təşəkkür edirəm. Mənim üçün də maraqlı idi. Bəlkə də ürəyimi boşaltdım, bilmirəm, bəlkə də yəni xoş idi. Birinci TV